Son günlər ictimaiyyət arasında tabaq xəstəliyi haqqında çoxlu məlumatlar yayılır. Tabaq xəstəliyi nədir? Tabaq xəstəliyi bir virus xəstəliyi olub, əsasən zoonoz hesab olunur. Yəni ki, yalnız heyvandan heyvana keçən bir xəstəlik kimi və heyvanların ağız boşluğunun və ətraflarının dərisinin zədələnməsi ilə gedən bir xəstəlikdir. Amma bu tam zoonoz xəstəlik deyil, tək-tək hallarda insanlara da keçə bilər. Necə keçə bilər? Heyvanlarla birbaşa təmasda olduqda və heyvan məhsullarından çiğ şəkildə istifadə etdikdə. Ona görə insanlarda da bu, heyvanlardakı kimi ağız boşluğunda zədələnməsi, burada xoraların əmələ gəlməsi və dəri patologiyası şəklində özünü göstərir. Bunlar baş verməsin deyə insanlar tanımadıkları heyvanla təmasdan qaçmalıdırlar. Heyvanla olan insanlar isə gigiyena qaydalarını gözləməlidirlər. Bir də digər insanlar, bütün insanlara hansı ki aiddir, onlar heyvan məhsullarını çiğ şəkildə istifadə etməkdən qaçınmalıdırlar. Və bir tövsiyə də odur ki, mütləq ət və süd məhsullarını baytarlıq nəzarəti olan satış məntəqələrindən və yaxud mağazalardan alınması bu xəstəliyin qarşısını almaqda sizə köməklik edər.